Biz hansı bir məmləkətə xəbərdarlıq edən Peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri ona sadəcə olaraq, biz sizinlə göndərilənləri inkar edirik, dedilər. Onlar, bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir, dedilər. De ki, həqiqətən Rəbbim istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Lakin insanların çoxu bunu bilmir. Sizi bizə yaxınlaşdıra biləcək nə var dövlətiniz, nə də oğul uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar cənnətdəki mənzillərində asudə yaşayacaqlar.